Lütfüzadə adına fənn müsabiqələri və məntiq olimpiadasına iştirak etmək üçün Portal Eduaz platformasına daxil oluruq və valideyn kimi qeydiyyatdan keçirik. Bu zaman sima imzamız yoxdursa, şəxsiyyət vəsiqənin fin kodu ilə, yəni identifikasiya kodumuzla da daxil ola bilirik platformaya. Xidmətlər bölməsinə keçirik və aşağı hissələrdə müsabiqələr və olimpiadalar var. Müsabiqələr və olimpiadaları seçdikdən sonra bizim əvvəlki ümumi məlumatlarımız göstərilir. Əvvəllər hansı hissələrə müraciət etmişiksə də. Daha sonra isə, lakin biz yeni müraciət etmək istəyirik. Yeni müraciət etmək üçün biz sağ tərəfdə, yuxarı sağdakı müraciət et sözünün üzərinə vururuq. Bu zaman, əgər valideyn kimi müraciət etmişiksə, valideyni seçirik. Hansı övladı seçiriksə, onun qarşısındakı hissəyə qalçıqanı yerləşdiririk və müraciət et sözünü seçirik. Və bu zaman hansı müsabiqədir, o müsabiqəni aktivləşdiririk. Bu Lütfüzadə adına fənn müsabiqələri və ya da Respublika fənn müsabiqələri adlanır. Növbətini seçdikdən sonra isə övladımın məlumatları gəlir, o məlumatları yoxlayıram, adı soyadı gəlir. Bütün məlumatları doğrudursa, mən yenə növbəti pilləni seçdikdən sonra sonda müsabiqənin istiqamətini, yəni övladım hansı fəndən imtahan verəcəksə, onu seçirəm. Bu 7-ci siniflər üçün kimya fənnidir və təsdiq et vururam. Gördüyünüz kimi burada təsdiq et mən vurduqdan sonra aktivləşmir və təsdiq edilmir. Bu zaman çox diqqətli olmalısınız. Ola bilər ki, müraciətiniz təsdiq edilməyə bilər. O zaman səhifəni yeniləmək üçün ümumi səhifəni sürüşdürün və görəcəksiniz ki, sizin müraciət edildi və yaxud da müraciət sözünüz yaşıl rəngdə olacaqdır. Bu zaman əmin olacaqsınız ki, siz həmin platformada artıq ilk müraciətinizi etmişsiniz, yəni ilkin addımınızı seçmişsiniz.